Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəkli Azərbaycan-Çin biznes forumu keçirilib. Tədbirdə hər iki ölkənin hökumət nümayəndələri və iş adamları iştirak ediblər. Forumda çıxış edən İqtisadi İnkişaf Nazirinin müavini Niyazi Səfərov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini söylədi. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan nazir müavini, biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bu forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirdi. Çinin Beynəlxalq Ticarət Təşviqi Şurasının sədr müavini Zhang Wei isə dedi ki, Azərbaycanda 70-ə yaxın Çin şirkəti fəaliyyət göstərir. Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Hong Jiuyin da iki ölkə arasındakı əlaqələrin və əməkdaşlığın inkişaf imkanlarından danışdı. Forumda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov bildirdi ki, iki ölkə arasında keçən il ticarət dövriyyəsi 18% artıb. Ticari əlaqələrdə qeyri-neft sektorunun payının artırılması üçün belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti var. Sonda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Çinin Beynəlxalq Ticarət Təşviqi Şurası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Surxay Atakişev, Cəfər Qasımov, Zərifə Qurban xəbərlər.